Bu kadar şehit vermişik, Allah rahmet eylesin hamısını. Azerbaycan'a bir belə çönün, dört tarafa bakın. Doğma Azerbaycanımızın dört tarafında şehit var. Dört tarafı yasla bürünüb. Necə ağlamayım ben o əzizlərim üçün? Ağlamayım mı? Gülüm mü? Sadece kan verməklə mən o şəhidin haqqını qoruyacağım mı? Yoksa mən onu öldürən düşmənin zalimliyini ifşa etməliyəm. Mən gələcəkdə deməliyəm ki, burada öldürülən bu igid qəhrəman şəhid əmilərin sənin bala. Onun düşməni var, zalimi var. Mən haqqını belə müdafiə eləməliyəm. İmam Hüseyin Allah həmin cür. Sən insanın əzizini öldürəsən, sonra da onu ağladığı üçün qınayasan. Peyğəmbərin öpdüyü boğazdan gələsən, susuz kəsəsən və buna bir imanlı insanın ağlamasını qınayasan. Olmaz. Əlbəttə ağlayacağım. Ömrüm durduqca ağlayacağım.